Hər vaxtınız xeyirli olsun, əziz dostlar. Bugün mən sizə Xırdalan şəhərində, əla bir yerində, mərkəzi yola hardasa 250-300 metr məsafəsində 2 mərtəbəli, 2 ailənin yaşaması üçün 5 otaqlı, kubcalı həyət evimizi çəkib təqdim edirəm. Bu evimizin yataq otağıdır bu hissə. Buradan yataq otağını çəkdim, sizə təqdim elədim. Deməli, yuxarı mərtəbədə 3 otaq, 1 mətbəx, aşağı mərtəbədə isə 2 otaq, 1 mətbəx mövcuddur. Burada mətbəx hissəsidir. Doğrudan da 2 ailə üçün yaşaması üçün çox münasibdir. Yəni girişləri ayrıdır. Burada mətbəxi gördünüz. Bura uşaqlar üçün yataq otağıdır. Bayaq birinci çəkdiyim böyüklər üçün yataq otağı idi. Bura koridor sistemidir. Burada belə bir əla təmirli evimizdir. 2 mərtəbəli həyət evindən danışırıq. Burada onun qonaq otağıdır. Düşək birinci mərtəbəyə pləkanla düşürük. Yəni giriş qapısı deyəndə ümumi həyətdir, amma birinci mərtəbə ilə ikinci mərtəbənin girişləri, evin girişləri ayrılıqdadır. Bura onun həyət hissəsidir. Belə bir gözəl dizaynla təmir olunub. Bura darvaza hissəsidir. Buradan görürsünüz darvaza hissəsini. Buradan pləkanla ikinci mərtəbəyə düşdük biz. İkinci mərtəbədə olan evi də çəkdik. Burada həyətində sanitar qoşağıdır. Pləkanın altında qaladovkası, evdə qalan əşyalar kombidir, kondisionerdir, mətbəx mebelləridir. Birinci mərtəbədə də 1, 2, 3, 4, 5 daş kürsüdədir. Birinci mərtəbədə 2 otaqdır. Keçirik. Deməli, istilik sistemləri hər iki evin kombidir. Burada mətbəx hissəsi yerləşir. Belə xudmani mətbəx hissəsi. Alıb bunu birinci mərtəbəni kirayə də vermək olar. Və yaxud da 2 qardaş da qala bilər. Ata-ana burada qala bilər. Ailə isə məsəl üçün oğlu, gəlini yuxarıda qala bilər. Yəni bu cür evimiz var. Bura yataq otağıdır. Burada sanitar qoşağı. Bura onun sanitar qoşağıdır. Burada belə bir zalıdır. Oldu 5 otaq. 5 otaqlı Xırdalan şəhərində 2 mərtəbəli istilik sistemi kombidir, sənət kubsadır. Qiyməti 108.000 manata. Real alıcı olarsa ev sahibi ilə gəlib oturub söhbət eləmək olar bu barədə. Kanalımıza abunə olun, videonu bəyənin. Bu ev barədə kimin nə sualı varsa bizlə əlaqə saxlasın, bizə zəng etsin. Məndən bu qədər. Hələlik sağ olun, minnətdarım. Kanala abunə olun, videonu bəyənin.